İlk növbədə dərmanları birdən dayandırmayın, xüsusilə antidepressantları. Bu, sizin sağlamlıq vəziyyətinizi pisləşdirəcək. İkincisi, adətən müalicəni Ramazan ayına uyğunlaşdırmaq olur. Yəni, dərmanları imsakdan əvvəl və iftardan sonraya təyin eləmək, keçirmək mümkündür. Üçüncüsü, önəmli məqam. Ümumiyyətlə müalicə alırsınızsa, suallarınız varsa, Ramazan ayı başlamamışdan özünüzün müalicə həkiminiz ilə məsləhət edin. Və dördüncüsü, ən önəmlisi, zaten Ramazan ayında sağlamlıq problemi olan insanlara oruç tutmaq tövsiyə olunmur. Bu səbəbdən də əgər ciddi bir psixi pozuntudan müalicə alırsınızsa, onu təxirə salıb, yəni Ramazanda oruç tutmağı təxirə salıb, sonradan tuta bilərsiniz. Yəni bir ay birinci müalicənizi bitirin, sağlamlığınızı geri qaytarın, sağlamlığınıza qovuşun, sonra isə orucunuzu tutun. Allah orucunuzu qəbul etsin. Ramazan ayınızı təbrik edirəm.